Hər kəsə salam. Bu videomda sizə 3-cü sinif riyaziyyat kitabından səhifə 40 və 41-də olan tapşırıqların izahını təqdim edəcəm. 40-da 1 və 2 nömrəli tapşırıqlar çox vaxt apardığı üçün onları hazır formada həllini təqdim edirəm. 1-də bəzilərini ədəd oxunda göstərməyi istədiyinə görə hamısını yox. Hansılar ki, ədəd oxunda təsvir etmək rahatdır, onları təsvir etmişəm. Ekranı saxlayaraq həllə baxarsınız. Bu da davamıdır. Yenə deyirəm, burada hansıları ki, hesablamaq rahatdır, yəni ədəd oxunda təsvir etmək rahatdır, onları göstərmişəm. Burada isə son 3 dənə olan misalın həllidir. Ekranı saxlayaraq həllə baxın. İndi isə keçək 2 nömrəlinin ədəd üçlüyündə təsvir etmək istəyirdi. Məncə daha izahlı və aydın formada yazılıb. Ekranı saxlayaraq həllə baxarsınız. Digərləri isə yazılı surətdə sizə həllin, yəni daha izahlı təqdim edirəm. 3-də misalları həll edin. Burada nə deyir? Cavabların doğruluğunu yoxlayın. Baxın, 12-nin üzərinə 85 gələsiniz. 12 üstə gəl 85 bərabərdir. Neçə olacaq? 2 ilə 5-in cəmi 7, 8 ilə 1-in cəmi 9, 97. Onluqları bir cəmlədik, təhlikləri 1. 54-dən 27 çıxacaq. 4-dən 7 çıxmaq olmur, 5-dən 1-in veririk. 14-dən 7, 7. Burada da 4 qalıb, 4-dən də 2-sini çıxanda 27. 14-dən 49-un cəmini tapacaq. 9 ilə 4-ün cəmi 3, 1 yadda, 4-dən 1-in cəmi 5, 1 yadda, 6. 80-dən 47 çıxanda. 0-dan 10-dan 7 çıxanda 3, 1 yadda, 7-dən 4 çıxanda 3. 48-dən 23 çıxacaq. 8-dən 3 çıxanda 5, 4-dən də 2 çıxanda 2, 25. 40-dan 29 çıxacaq. 10-dan 9 çıxanda 1, 4-dən 1-in vermişik, 3-dən 2 çıxanda 1, 11 qalır. 76-dan 39 çıxacaq. 16-dan 9 çıxanda 7, 7-dən 1 vahid vermişik, 6-dan 3 çıxanda 3, 37. 57 ilə 28-i cəmləyəcəyik. 7 ilə 8-in cəmi 5, 1 yadda, 5 ilə 2-in cəmi 7, 1 yadda 8, 85. İndi isə deyir, ədəd üçlüyünə əsasən məchul ədədi tapın. Belə deyək də, 62-dən 41, yəni 41 dənə hansı ədəd toplasaq 62 eləyir. Və ya 62-dən 41 çıxanda neçə edir? Bax, bunları bir-bir tapmalıyıq. Burada 21. Ədəd üçlüyü kimi yazmaq lazım olsa, bir dəfə 21-dən 41-in cəmi yazasınız 62. Sonra 41 üstə gəl 21, 62. Və ya 62 çıxılsın 41 bərabərdir 21 və ya 62 çıxılsın 21. Əgər müəlliminiz belə istəsə, bu formada da yaza bilərsiniz. Sonra davam edirik növbətiyə. 38-dən 16-nın cəmini istəyir. 38 üstə gəl 16 görək bizə neçə verir. 8-dən 6-nın cəmi 4, 1 yadda. 3-dən 1-in cəmi 4, 5. Cavab 54. Sonra 40-dan 23 çıxanda neçə edəcək? 10-dan 3 çıxanda 7, 4-dən 1-in vermişik 3, 3-dən 2 çıxanda 1 qalır, 17. 56-dan 16 çıxanda neçə edəcək? 53-dən 16 çıxanda neçə edəcək? 13-dən 6 çıxanda 7, 5-dən 1-in vermişik 4 qalıb, 4-dən 1 çıxanda 37. 81-dən 79 çıxanda neçə eləyir? 11-dən 9 çıxanda 2. Belə. Sonra 5-də tərəzinin gözlərini bərabərləşdirmək üçün neçə kub əlavə etmək yaxud götürmək lazımdır. Gəlin baxaq. Deməli, burada, baxın, yəqin bunlar onluqdur. Onluqdur hər biri. Tərəzinin sağ gözünə baxın. 1 onluq, bir də 1, 2, 3, 4, 5, 6, 7. Şəkil tam aydın görünmür. Amma burada yazıya görə 17 olduğu məlumdur. Bura 17, burada 41. Deməli, 41-dən neçə çıxanda 17 eləyir? 41-dən 17 çıxmalıyıq. 1-dən 7 çıxmaq olmur. Bundan bir vahid veririk. 11-dən
7 çıxanda 4. Birim vermişik 4-dən 3'ü qalıb. 3'dən 1'in 2. Deməli burada 24 olmalıdır. Burada 24 yazılmalıdır. İndi isə burada baxaq. 33'ün üstünə aydın da 17 gələndə 50'dir. 50'dən də 17 çıxanda 33'dür. 60'ın deməli 38 çıxanda 22'dir. 38-dən də 22'nin cəmi 60 edir. İndi baxaq görək altda nə deyir. Ədəd tərəzisinin gözləri bərabərləşib. Sual işarəsinin yerinə hansı ədəd olmalıdır? Bərabərləşdirmək üçün. Baxın. Belə də fikirləşin də. Elə bir ki, bu 30'un 8'in bura verəndə 60 eləyir. Eləmi? Bundan da 8 götürmüşük. Deməli, bura 30 gəlməliydik. Sonra 12 var burada. 12 var. Bu üstünə cəmin tapaq. 26 ilə 14'ü cəmləyəndə bilikçi cavab 40'dır. 40'ın da üstünə 22 gələndə 62 eləyir. 62'nin də 12'si var, 50'si yoxdur. Sol gözündə yoxdur. 33'dən 22'nin cəmi 55 edir. 11'dən 22'nin cəmi 35 eləyir. Deməli, çatmayan ədəd nədir? 20. İndi isə gəlin 7'yə baxaq. Boş xanalarda hansı ədədlər olmalıdır? Toplanan cəmdir. 38'dən 7'ni toplayanda nə eləyir? 45. Hansı ədədin üstünə 16 gələndə 36 eləyir? 20'nin. 12'nin üstünə 46 gələndə 58 eləyir. 43'dən 9'un cəmi 52 edir. Deməli, 61'in üzərinə 19 gələndə 80 eləyir. Azalan çıxmaqda 45'dən 9 çıxanda 36. 85'dən 80 çıxanda 5. Deməli 94'dən 38 çıxanda 56, 91'dən 66 çıxanda 25, 51'dən 18 çıxanda 33 edəcək. İndi isə davam edirik. 8'də uşaqlar bir limon ağacından 54, o birindən isə 8 ədəd az limon dərdilər. Uşaqlar cəmi neçə limon dərdilər? Birindən 54 dəriblər isə o birindən az. İkincidən dəriblər bunlar 46 ədəd. Bir yerdə neçə dənə limon dəriblər? 54-dən 46'nı cəmləsək cavab olacaq 100. Sonra ikinci suala baxır. Onlar bu limonları 10-10 olmaqla qutulara yığdılar. 100'ü 10-10 qutuya yığanda, 100'ü 10-10 yerləşdirəndə 10 dənə qutu lazım olacaq. Sonra 9'da bayramda sinif otağını bəzəmək üçün 60 şar aldılar. Şarlardan 17'si ağ, 9'u çəhrayı, qalanları isə bənövşəyidir. Neçə bənövşəyi şar aldılar? Məsələnin həllinə uyğun ifadələr seçin və qiymətləri tapın. 60'ın 17'si və 9 çıxmalıyıq 60'dan. Burada üstə gəliblər üstünə. Bu yanlışdır, çıxılmalıdır. 60'dan 17 ilə 9'un cəmi, bu doğru ifadədir. Bərabərdir 60 çıxılsın. 17 ilə 9'un cəmi 25'dir. Deməli 35 dənə bənövşəyə şar lazımdır. Və bu ifadə də yanlışdır. Bir dəfə 17, bir dəfə 9 çıxılmalıdır. Doğrudur. 60'dan 17 çıxanda edəcək. 60'dan 17 çıxanda. Burada bir dənə hesab səhvimiz olub. Deyəsən, üzr istəyirəm, buna görə səhv olub. 26'da, burada da 34. Bu doğru. İndi keçək bura. Burada da eləyir 43. 43'dən də 9 çıxanda 34. Deməli, bənövşəyə şar nə qədərdir? 34 ədəd.